Salam dostlar. Next bir haqqında paylaşım etmişdim. Həqiqətən də yəni bu proqram bir şeylə çox xoşum gəlir ki, bura yəni yatırım etdiyiniz pul itmir. İndi axşam saat 12-dən sonra 161 dollar yatırım etmişdim. Düzdür, mən az ala bilirəm deyənə ondakı 21 dollarımı bugün çəkiliş etdim. Baxın oturdu balansıma. 21 dolları geri çəkdim çünki mən orada limit var da. Yəni bəziləri kimi deyil, ha bura 1000 dollar qoy bu qədər al. Burada limitindəndir. Dost dəvətinin məsələn 2 aktiv dost dəvətin oldu, biraz çox qutu ala bilirsən. O cəhətdən çox yaxşıdır. Yəni limitlə eləyirsən, tutaq yerdə qalan artıq pulun qaldı, heç nə qrupa qoşula bilmirsən, pulu geri çəkə bilirsən. Yəni pulu mən geri çəkdim 21 dollarımı, indi sizə o çıxarış qeydini göstərim. Baxın 21 dollarım köçdü balansıma hal-hazırda. Həmin bu dəqiqə köçdü, onu gedim ki sizlə paylaşım. Bax şimdi. Məsələn 69 dollar bir çıxarış etmişdim, köçmüşdü. 69 dollar yatırım etmişdim. Yəni 69 yox 61 dollar yatırım etmişdim. Üstünə gəldi 69 dollar çıxartdım. Bax beləsinə 50 dollar, 50 dollar, yəni belə çıxarışlarım olub, nə yatırım etmişəm, sonra çıxarmışam. Həqiqətən də yəni verir də, yəni bu pul verir. Çox gözəldir, yəni çox xoşum gəlir. İndi hal-hazırda 140 dollardır mənim dövriyyəm və burada qruplara qoşulursunuz. Depozit etmək çox rahat. Baxın 5 dollarım hal-hazırda var burada. Mən bunu bura ata bilərəm, amma özüm atmıram ki, qazancım burada ayrı görüm. Yatırım etdiyim pul qayıdacaq indi bura axşam saat 12-dən sonra. Qazancımsa bura gələcək. Bura məsələn üzərinə tutaq gələcək 2 dollar, olacaq 7 dollar. İstəsəm mən bunu burada təzədən yəni buradakı pulla qrupa qoşulub sıfırlandan sonra bunu bura transfer edib pulumu çəkə bilərəm. Minimum 11 dollardır. Bax necə olur, onun zəhmət olmasa sona qədər baxın ki, məlumatınız olsun. Çoxsu deyəcək, mən qeydini keçə bilmirəm, nə oldu, necə oldu. Sona qədər izləyin ki, tam bilin ki, necə olur. Bax sizə deyirəm, yəni sözlə deyirəm, bax bilin necə olur. Qeydiyyatla çalışın, öz nömrənizə qeydiyyatdan keçin nömrə ilə. Nömrə ilə qeydiyyatdan keçdikdən sonra gəlirsiniz birinci növbədə, gəlirsiniz baxın bura şəxsiyyət təsdiq edin. Şəxsiyyət vəsiqənizin şəklini göndərirsiniz, təsdiqlətdirirsiniz. Adından, soyad, ata adı necə yazılıbsa, onu o qayda yuxarı tərəfə yazırsınız böyük hərflərlə. Sonra dəstək xidmətinə yazırsınız ki, mən şəxsiyyətimi təsdiqləmə göndərdim. Bunlar sizə köməklik edəcəklər, daha tez təsdiqlənəcək. Ünvan. Ünvan mütləq qeyd edin. Yaşadığınız yerin ünvanını mütləq qeyd edin ki, siz qruplara qoşula biləsiniz. Onu qeyd etdikdən sonra, hər şey hazır olduqdan sonra depozit yerinə gələk. Baxın, doldurma yerinə gəlirsiniz, doldurma. İstəsəz kart vasitəsilə doldurma edirsiniz, istəsəz USDT vasitəsilə doldurma edirsiniz. Bura daxil olub yazırsınız, istədiyiniz məbləği yazırsınız. Məsələn, tutaq ki, 140 dollar ilə yatırım etmək istəyirsiniz. 140 dollar yazıb və gəlirsiniz, indi doldurma yerinə USDT-ni seçdiniz, göndərirsiniz kriptovalyuta ilə. AZN seçdiniz, kart vasitəsilə göndərirsiniz. Yəni rahat şəkildə göndərib qrupa qoşulursunuz. Göndərdiniz, orada da çekin şəklini göndərdiniz, təsdiq etdiniz. Bir 15 dəqiqə ola bilər, 20 dəqiqə ola bilər, 5 dəqiqə ola bilər, köçür balansınıza. Daha tez köçürməndən ötürü dəstək xidmətinə yazırsınız ki, mən köçürmə etdim, depozit etdim, bəs təsdiqləyin. Sizdən id kod soruşacaq. İd kodunuz da budur. Yəni bunu özünüzdə olanı kopyalayıb göndərirsiniz sonra. Doldurduqdan sonra, yəni hər şey hazır, balans artdıqdan sonra gəlirsiniz, next snap sözü var bura. Bura gəlirsiniz, mütləq bura gəlin. Burada indi bu X-i vuraq. Burada çoxlu 5 dollarlıqlara qoşulursunuz. Buna qoşulmayın. Birinci gəlin yeni kullanıcı sözünə. Yeni kullanıcı sözünə gəlirsiniz. Burada 20 dollarlıqlar var, görürsünüz. Buna qoşulursunuz. Buna qoşulduqdan bax belə üzərinə vurursunuz. Qrupa qoşul, bax belə vurdunuz. Mənim pul yoxdur, yəni keçməyəcək demir. 20 dollarlıqdır. Görürsüz, balansım sıfırdır. İndi ödəyinə vurursunuz və ödəyirsiniz. Ödədikdən sonra sizin orada balansda olan pulunuz yavaş-yavaş silinir. Gəldiniz geri, sonra ikinci bir qrupa qoşulursunuz. Ta ki yüklədiyiniz pul sıfırlanana qədər. Məsələn, tutaq ki vurdunuz, yerdə qaldı, məsələn deyək ki 10 dollardır. 10 dollar ala bilmirsiniz 20 dollarlığın. Gəlirsiniz populyar ürünlər sözünə. Və burada 5 dollarlıq qrupa qoşulursunuz. Ucu biraz əlavə qazanc buradan gələcək. Nəysə sıfırlandıqdan sonra burada pulunuz sıfırlanır. Gecə axşam saat 12-dən sonra 1-də, 2-də səhər özü durub baxırsınız ki, həmən qoyduğunuz pul məbləğ qayıdıb bura, depozit etdiyiniz pul, məsələn 140 dollar geri qayıdıb bura. Burada da məsələn var, tutaq ki 2 dollar ya 3 dollar. İstəsəz bunun üzərinə belə toxunursunuz. Sonra köçürmə balansının sözünə toxunursunuz burada. Məsələn gəldiniz bura, ya da bura yazırsınız. Həmən mən 5 dollar yazdım, təsdiq edirəm. Vurduqda həmən bu 5 dollarımız da qayıdacaq buradakı pulumuzun üzərinə. Tutaq ki olacaq 145 dollar. İstəyirsən qardaş gəl çıxarma yerinə gəl. Ya pul qabı, yəni kriptovalyuta ya da bank kartına. Vurursan, məsələn pul qabıya vurdu. Məsələn tutaq yazıram bura 145 dollar. Çıxarışımı edirəm. Nə komissiya haqqı tutur, nə bir şey. Çıxarışım vura minimum 11 dollar çıxarış. Vurub çıxarışımı edirəm.
Yəni qoyduğun pulu da götürürsən, üstünə də qazanan əlavə pulu götürə bilərsən. İstəsən qoyduğun pulu götürmə, qazancıvı götür. 11 dollar elə, sırf qazancıvı götür. O bir pulla yenidən yenə qruplara qoşub qazancıvı götür. Yəni qrupa qoşulub qazanc götürürsən. Yəni belə bir sistemdir bu. Valla çox xoşum gəlir mənim bu sistemdən. Dostlarınızı mütləq dəvət edin. Gəlirsiniz baxın bura, paylaş və qazan. İndi dəvət edin. Tövsiyə linkini belə kopyalayırsınız, atırsınız dostlarınıza, tanışlarınıza, nə bilim qohum-əqrəbə kimə istəyirsə göndərsin, kim istəyirsə qoşulsun. Minimum 50 dollarla başlama daha yaxşıdır, 85 manatla. Qoşulub başlayırsınız, yəni qazancınızı götürməyə. Kimsə nəyisə bilməsə, başa düşməsə, Viral Zehin yazın, Telegramda tapın, orada mənə yazın. Orada mənə yaza bilərsiniz, kömək eləməyə hazıram sizə. Başqa heç nə etmirsiniz, başqa heç nəyə daxil olmaq lazım deyil. Həqiqətən çox sadədir, mənə çətin gəlirdi, amma çox sadədir. Olduqca sadə bir sistemdir. Qoşulun, istifadə edin rahat şəkildə. Bunun bir şey çox gözəldir ki, qoyduğunuz pul qəti itmir. Qoyduğunuz pul yəni necə itmir? Qoydunuz, tutaq ki, məsələn, bundan qabaq proqramlar var. Qoydunuz, aldınız, o getdi. Sonra qazanc gəldi. Amma burada həmən qoyduğunuz pul da geri qayıdır. Lazım olanda həmən qoyduğunuz pulu götürür, istifadə edir. Sonra tutaq hesabı ilə nəyəsə pula ehtiyacın var, çıxartdın. Sonra pul düşdürdün, yeni yatırım edin, yeni qruplara qoşub qazancını götür. O cəhətdən çox yaxşıdır. Bu qədər dostlar, başqa nə sözünüz olsa yazın mənə, kömək eləməyə hazırım.